Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Real TV yalnız mənəviyyatınızın deyil, həm də canınızın sağlamlığını düşünür, baş həkimə baxırsınız. Mövzumuz yoğun bağırsaq polipləridir. Referans Poliklinik Nəsimi filialının cərrah invaziv endoskopisti həkim Fərid Dünyamalıyev studiyamızdadır. Həkim, xoş gördük sizi. Xoş gördük. Necəsiz? Yaxşı, sizi salamlayıram, əməkdaşlarımızı, bizə baxan hamısını salamlayıram. Qarşıdan gələn Novruz bayramını da təbrik edirəm. Təşəkkür edirəm, çox sağ olun, təbrikləriniz çox xoşdur. Həkim, təbii ki, bütün hallarda, bayramlarda, yəni adi günlərdə və s. biz sağlamlığımızı qorumalıyıq, sağlamlığımız haqqında düşünməliyik və təbii ki, bütün bunlar da həkimlərimizə borcluyuq. Bağırsaq polipi əslində, bilmirəm, yəni bəzilərinə görə bəlkə də ciddi bir problem sayılmır, amma mən düşünürəm ki, ümumiyyətlə bizim həm də immun sistemimizin bağırsaqla birbaşa bağlı olduğu üçün düşünürəm ki, o bizdə çox lazımlı, vacib orqandır, hansı ki, biz onun sağlamlığı haqqında doğrudan da düşünməliyik. Və bağırsaq polipindən danışaq. Bağırsaq polipi nədir? Buyurun. Bağırsaq polipləri əsasən bağırsağın selişli qişasından inkişaf edən xoş xəstəli törəmədir. Ancaq bunun xoş xəstəli olduğuna baxmayaraq, vaxtında aşkar olunub götürülməzsə xərçəngə kimi gətirib çıxarda bilər. Mən bilirəm ki, düzənli olaraq check-updan keçən insanlar artıq bağırsaqlarında olan poliplərdən xəbərdar olurlar. Çünki onlar check-updan keçdikləri üçün kolonoskopiya olunurlar və bu halda təbii ki, bu özünü biruzə verir. Əgər hardasa gizli bir polip də varsa da. Gəlin, bu, misal üçün dediniz ki, aşkarlanarsa, yəni əlamətləri nədir? Misal üçün check-updan keçməyən birisi polipin onda olduğunu hardan anlayır? Poliplər təsadüf halda aşkar edilir biz. Yəni praktik indi işlədiyimiz halda təsadüfən aşkar edilir. Əlamətləri əsasən simptomları olmur. Ancaq bəzi hallarda qan azlığı verə bilir, nəcisdə qan ola bilir, ondan sonra arıqlama, xəstələrdə birdən-birə əsasən 50 yaşdan yuxarı xəstələrdə qəbizlik, ishal, bu hallar olarsa, onda kolonoskopiya vacibdir. Ancaq dünya üzrə götürəndə 45 yaşdan sonra hər kəsin kolonoskopiya olmağı məsləhətdir. Neçə ildən bir, yoxsa ildə bir dəfə? Deməli, burada belədir, protokol qaydaları var. Deməli, əgər polip aşkarlanmırsa 3 ildən sonra, yenə də aşkarlanmırsa 5 ildən sonra, əgər polip aşkarlanarsa, əsasən də adenomalar, bizim irəliləyən dövrlərdə deyəcəm, adenomalar aşkarlanarsa 1 ildən sonra, hər 1 ildən bir check-up olunmalıdır. Bəs, misal üçün, polip niyə yaranır? Polipin yaranma səbəblərini heç kim bilmir, hələ aşkar olunmayıb, ancaq əksər hallarda deyirlər ki, ola bilsin artıq çəki, spirtli içkilərin qəbulu, siqaret, bəzən bağırsaqlarda iltihabi xəstəliklər olur. Kron, deməli, xoralı kolit, qidalanma, qırmızı ət çox yeyən insanlarda, yəni bu hallarda polipin olma ehtimalı var, şəkərli diabet xəstələrində, bunlar risk faktorudur. Bir də var genetik, ailədə kimdəsə əgər xərçəng olubsa, polip aşkarlanıbsa, onlar mütləq şəkildə 41-45 yaşdan sonra mütəmadi yoxlanılmalıdır. Həkim, polip artıq xərçəng deməkdir? Xeyr, polip xoş xəstəlidir, hələ törəmədir. Biz ona ancaq vaxtında... biz deyəndə ki, yoğun bağırsaq kolorektal rak, yoğun bağırsaq xərçəngi, yoğun bağırsaq xərçənginin əksəriyyəti poliplərdən inkişaf edir. İnkişaf elədiklərinə görə də o polipləri vaxtında aşkar olunub çıxarılmazsa xərçəngə gətirib çıxarır. Əsasən də adenomatoz poliplər. Gəlin müalicəsindən onda danışaq. Müalicə müddəti necədir? Burada polip bizdə məsələn aşkar olunduğu halda bir də poliplərin sayından, bir də ölçüsündən asılıdır o xərçəngə. Polip nə qədər iri olarsa biz xərçəngə bir addımda elə bir ki yaxınlaşırıq. Vaxtında aşkar olunub çıxardılır. Poliplər əsasən 2 növ olur. Adenomatoz poliplərdir, adenomalar deyirik biz. Bir də hiperplastik. Adenomatoz poliplər demək olar ki 90%-dən çox hissəsi xərçəngə çevrilir. Ancaq hiperplastik poliplər əksinə çox bir az hissəsi xərçəngə çevrilə bilər. Bu da əsasən götürülür 3 sm-dən böyük polip
böyüdürsə, eroziyalar xoralaşırsa, demək olar ki, biz yaxınlaşırıq. Displaziyalara baxılır, aşağı dərəcəli displaziya, yuxarı dərəcəli displaziya, ondan sonra xərçəng. Müalicəsi necədir? Çətin bir müalicə. Müalicəsi çətin deyil əslində. Bizdə müalicə poliplər aşkar olunur, polipektomiya olunur. Elə kolonoskopiyaya baxan zaman polip aşkar olunursa da yerində çıxarılır. Amma ondan sonra təbii ki, diqqət olunmalıdır. Bəli, bir ildən sonra yoxlanılmalıdır. Bir ildən sonra varsa polip... O cərrahi müdaxilə sayılır? O invaziv müdaxilə sayılır. Biz onu kolonoskopiya necə olunur? Bax, kolonoskopiya olunduğu kimi də. Kolonoskopiya edən zaman polip görülür. O da xəstənin özündən asılıdır. Məsələn, bəzi xəstələr icazə vermir, deyir olmaz, eləmə. Biz onu eləmirik. Niyə onun nə zərəri var ki? Zərəri yoxdur. Bizim insanlar arasında mif var da. Gastroskopiya, kolonoskopiyaya bəzən gələndə çox qorxurlar. Əslində kolonoskopiya, gastroskopiya belə bir qorxulu prosedur deyil. Məsələn, bizdə gastroskopiya, kolonoskopiya narkozsuz da biz eləyirik. Yəni gastroskopiya ağrısız proseduradır. Ağrı olarsa mən həmişə xəstələrimə də deyirəm ki, bu həkim, yəni durub həkimə də deyə bilərsiniz. Deməli həkim düzgün eləmir. Gastroskopiya zamanı vəbşi ağrı olmur. Kolonoskopiya zamanı biraz ağrılar ola bilər. Ona görə orada həm bağırsaq uzun olur, həm bağırsağın keçidləri biraz sərt olanda orada hava vurulur. Orada biraz ağrı ola bilər. Ancaq biz narkozsuz icra edirik. Əgər düz olunursa orada yəni dəhşətli dərəcədə dözülməz bir ağrı olmur. Ondan qorxurlar əsasən, gəlmirlər. Alternativ yollar axtarırlar. Ancaq mən buradan demək istəyirəm ki, gastroskopiya, kolonoskopiya qızıl standartdır. Mədə-bağırsaq sisteminin yoxlanması üçün qızıl standart gastroskopiya, kolonoskopiyadır. Məsələn, xaricdə hər il check-up halında gedib keçirlər. Ancaq bizdə yox, bizdə çox qorxurlar. Statistika ümumiyyətlə nə göstərir? Qadınlar arasında poliplər daha çox olur, yoxsa kişilərdə daha çox olur? Çünki bəzi xəstəliklər cinsiyyətə görə dəyişir, ona görə deyil. Yox, burada statistika çox da önəmli rol oynamır. Ona görə ki, statistikada hər il dəyişə bilir bizdə. Məsələn, ancaq ən çox 50 yaşından sonra ən çox kişilərdə, əgər faizlə desək, bu faizlər də düzgün deyil. Hər dəfə dəyişilir. Bəs onda kimlərdə daha çox rast gəlinir deyə? Qadınlarda biraz az rast gəlinir. Kişilərin 30%-də rast gəlinirsə, məsələn 50 yaşdan yuxarı, qadınlarda 15-20% rast gəlinir. Yəni biz yazılanlar belədir. Uşaqlarda da rast gəlinir, 5-6% uşaqlarda rast gəlinir. 70 yaşdan sonra 40-50% insanlar. Uşaqlarda olma səbəbi nə ola bilər? Yəni böyükləri bildikdə qidalarına diqqət etməzlər, alkol içərlər, misal üçün idmanlarını vaxtı-vaxtında... İrsi, əsasən irsi genetik ola bilər, ancaq bu da düzgün deyil. Ona görə ki, bizdə bir ailədən 2 uşaq gəlirsə, birində polip olur, birində olmur. Yəni bunlar uşaqlar eyni qidanla qidalanırlar, eyni evdə yaşayırlar, eyni valideynlə. Ancaq əsasən irsi genetik rollar burada çox rol oynayır. Məsəl üçün invaziv əməliyyat dediniz. Yəni yerindəcə də kolonoskopiya vaxtında. Başqa da bir əməliyyatı var onun? Poliplər xırda olduğu halda yerində götürülür. Götürə bilirsiniz. Polip biraz 2 sm, yarım 3 sm-dən böyük olanda, biraz üzəri eroziv olanda, xoralaşanda, orada endoskopistlər bilirlər. Yəni biraz kələ-kötürlüyü olanda polipin üzərində, xoşa gəlməyən olanda biz onu biopsiya götürürük. Biopsiya əgər bizə adenoma verərsə, displaziya aşağı dərəcəli verərsə, biz onda polipi həmin vaxt götürülür. Yox, bəzi hallarda xərçəng olduğu halda o laparoskopik gedir. Bəs əməliyyatdan sonraki proses necə izlənilir? Yəni bildim, tamam, ondan sonra bir də kolonoskopiyadan keçəcək deyək də, bir ildən sonra. Bəli, bəs sonra nələrə diqqət etməlidir? Ola bilsin ki, elə bir şeylər var ki, onu artıq vərdiş olaraq tərk etməlidir bu adam? Yoxsa ki, normal həyata bir müddətdən sonra dönür? Yox, əsasən artıq çəki olan insanlara biz deyirik ki, çəki azalmalıdır. Spirtli içkilərdən, siqaretdən istifadə olunursa, biz deyirik tərk etməlidir. Ona görə ki, bunlar risk faktorlarıdır. Şəkərli diabet xəstəsidirsə, şəkərə nəzarət olunmalıdır. Bəzi hallarda bağırsağın iltihabı xəstələri olur, xoralı kolitlə kron xəstələri. Onlarda psevdopoliplər öz-özlərindən yaranır. Məsələn, ona ancaq müalicə və gözləmə, nəzarət
Başqa yolu hələ ki yoxdur, tapılmayıb. Bəs təkrar əmələ gəlirmi poliplər? Bəli, təkrar əmələ gələ bilir. Ona görə də bir ildən sonra bütün xəstələrimizdə demək olmaz ki, təkrar əmələ gəlir, ancaq bir çoxunda bəli təkrar əmələ gəlir. Bəs o nə ilə bağlıdır? Onun bağlılığı tam məlum deyil. Yəni poliplərin əmələ gəlməsi heç bir kitabda da, bizim praktikada da yəni hələ ki tam dəqiq araşdırılıb tapılmayıb. Aydındır. Bir sponsorumuza təşəkkür edim, ondan sonra davam edək. Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti istənilən məkanda müşahidə. Ətraflı məlumat Ulduz 003 nömrəsindən ala bilərsiniz. Qeyd edim ki, studiyada olan həkimimiz də elə Referans Poliklinik Nəsimi filialının cərrahı, invaziv endoskopist həkim Fərid Dünyamalıyevdir. Ümumiyyətlə, həkim, bax qəbulunuza gələnlər, yəni ümumiyyətlə bu bağırsaq polipləri ilə bağlı ən çox verilən suallar, yəni narahat olduqları məqamlar hansılardır? Yəni? Əsasən biz bağırsaq polipləri... Yəni, məsəl üçün, biraz əvvəl biz qorxulardan danışdıq, o qorxuların da səbəblərini anlaya bilmirəm də. Biz danışacağım, indi bunu danışanlar. Deməli, bu əsasən bizə polipləri biz təsadüfən aşkar edirik. Məsələn, xəstə gəlir, ya hansısa həkim 40-45 yaşdan sonra protokol qaydasına görə kolonoskopiya olunmalıdır. Göndərilir bizə, yoxladığımız zaman poliplər aşkar olunur. Ancaq ən çox müraciət olunan nəzistə qanın olmağı, qan azlığı, bəzən analizdə nəzistə gizli qan tapılır. Yəni qan dəyərlərini verəndə biz əslində bağırsağımıza görə də diqqət etdiyimiz... Bizdə keçən həftə 29 yaşlı pasiyentimiz analiz verib, qan azlığı çıxıb, baxıblar, axtarıblar, heç bir şey tapılmayıb, kolonoskopiya göndərildi. 2 ədəd 2-3 sm arası polip aşkarlandı. Poliplər qan azlığı verə bilir. Ona görə də elə xəstələrdə qan azlığının səbəbi tapılmayanda hökmən mədə və bağırsaq yoxlanılmalıdır. Bağırsaqda poliplər əksər halda çıxır. Qarında ağrı ilə şikayət gələ bilirlər. Nəzistə seli, çoxlu, həddindən artıq çox seli ilə bizə müraciət eləyirlər. Bəzi hallarda biz mədəni yoxlayırıq, mədədə polip olur. Ya öt kisədə polip olanda biz xəstəyə başa salırıq ki, bağırsaq da yoxlanmalıdır. Ona görə ki, poliplər əgər mədə öt kisədə yaranırsa, deməli bağırsaqda da yarana bilir. Həkim, biraz əvvəl dediniz ki, misal üçün biz kolonoskopiya müayinəsi etdikdə xəstədə polip aşkarlığını görürük də, yəni. Amma biz təklif edirik ki, misal üçün bunun ölçüsü uyğundursa, biz bunu invaziv yolla götürürük, yox ölçüsü biraz böyükdürsə, biz endoskopi müdaxilə edirik də. Xəstə də dediniz, deyir ki, yox mən istəmirəm, qoy qalsın. Qalsın, yəni bu neynəmək istəyir ki? Yəni bunu neynəyəcək bu polipi? Mənə çox maraqlıdır. O orada qaldıqca nə fəsadlar yarada bilir? Bizdə biraz miflər var bu əhali arasında. Məsələn, yəni təbabətə... Gastroskopiya eləmək olmaz, kolonoskopiya olmaz. Amma biz mədə-bağırsaq sistemimizlə başqa hansı yolla tanış ola bilərik ki? Bunlar əlavə yollar axtarır, ancaq əlavə yollar heç biri bu gastroskopiya, kolonoskopiya qədər, yəni qızıl standart budur. Əlbəttə ki. Var. Bəzi hallarda biopsiya biz götürürük, xoşa gəlməyən polip olanda, bəzən xərçəng xəstəsi belə biz aşkar elədiyimiz zaman mədə-bağırsaqda, bəzən icazə vermirlər, yaxınları da özü də biopsiya götürməyə. Elə bilirlər ki, biz biopsiya götürdük. Toxunan kimi? Belə deyirlər də, bıçaq vurmaq olmaz. Belə bir mif var. Əhalinin çox hissəsində var. Yəni bu olmaz. Yəni biz onlara başa salırıq ki, burada artıq bədxəstəli törəmə var. Biz ona görə biopsiya götürürük. Onu biz yaratmırıq. Biopsiya götürsükdə orada heç bir dəyişiklik olmayacaq. Biz toxumadan götürürük. Ona görə qoymurlar, istəmirlər. Var belə bir söz, mən də eşitmişəm ki, bıçaq vurdular, yayıldı, çoxaldı. Bəli, çoxaldı. Bəzi polisə müraciət edənlər də var ki, bizi xərçəngi, yəni biz biopsiya götürmüşük, biopsiyadan sonra yaranıb.
Misal üçün, biraz əvvəl o təkrarladığım sualın cavabını bilmək istəyirəm ki, polip orada qalırsa, xəstənin istəyinə uyğun toxunmursunuzsa, sonra nə ola biləcək? O böyüyür də. Bəli, bəli. Biz belə deyək də, polipləri məsələn indi biz danışırıq xəstələr. O xəstəyə də narahatlıq verir axı. Narahatlıq bəli verə bilir. Ancaq biz deyək ki, poliplər bu məsələn bu gün yoxladığımız zaman 5 milli, 6, 7, 8 milli polip görürüksə, bu 1 aya, 2 aya, 1 il içində xərçəngə çevrilmir. Poliplərin xərçəngə çevrilməsi üçün 5, 8, 10 il aralığında müddət lazımdır. Bu poliplər böyüyür, bəli, böyüyür poliplər. Məsələn, bizdə bəzi xəstələr var ki, hər il polipləri var, hər il gəlir yoxlayırıq, biraz görürük ki, böyüyüb. Ancaq əl vurdurtmur, deyir ki, toxunmayın, baxın mənə deyin. 3 sm keçəndən sonra əsasən 2,5-3 sm keçəndən sonra poliplərdə, adenomalarda displaziya deyilən anlayış var. Displaziya aşağı stepen. Birinci odur, bir addım qabağa. Sonra olur yüksək dərəcəli displaziya, sonra in situ, sonra xərçəngdə. Aydındır. Təşəkkür edirəm həkim. Çox şad oldum sizinlə tanış olmağa. Uğurlar arzu edirəm sizə və qeyd etmək istəyirəm ki, həkimimizlə əlaqə saxlamaq üçün Referans Poliklinik Nəsimi filialına müraciət edə bilərsiniz. Həkimimizin adı Fərid Dunyamalıyevdir. Təşəkkür edirəm. Sağ olun, salamat qalın, sağlamlığınızın qədrini bilin. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.